Paşinyan razılaşdı, bu ərazilər Azərbaycana verilir. Sülh Azərbaycanın şərtləri əsasında onun tələblərinin yerinə yetirilməsi ilə həyata keçirilir. Bakının son açıqlamaları və Paşinyanın paylaşdığı məqalələr bunu təsdiqləyir. Referans az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Suren Surenyants deyib. Məqalə Paşinyanın sülhü, Azərbaycanın şərtləri ilə Paşinyan Bakının yeni tələbini qəbul etdi başlığı altında dərc olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə yaxınlarda bəyan edib ki, Qazax rayonunun 3 kəndinin və Naxçıvandakı Kərki kəndinin qaytarılması hər zaman Bakının prioriteti olub. Onun sözlərinə görə bu məsələ sərhədlərin delimitasiyası üzrə komissiyalar çərçivəsində həll edilməlidir. Surenyantsın sözlərinə görə Azərbaycan sülhün yalnız bütün tələblərin tam yerinə yetirilməsi halında mümkün olduğunu gizlətmir. Paşinyan isə öz Telegram kanalında bildirib ki, delimitasiya nəticəsində Ermənistan Artsvaşeni, Başkənd, Red və digər işğal olunmuş əraziləri geri qaytarmalıdır. Lakin bu, Artsvaşeni qaytarmaq cəhdi deyil, qarşılıqlılıq illüziyası yaratmaqdır. Artsvaşen mövzusu heç vaxt danışıqlar gündəliyində olmayıb, ən azı Azərbaycanın baxımından, halbuki anklavlar məsələsi çoxdan Bakının tələbləri siyahısına daxil edilib. Beləliklə, nəticə çıxarmaq olar ki, Paşinyan ya artıq razılaşıb, ya da sadəcə müqavimət göstərməkdən imtina edib. Ekspertin fikrincə, anklavların qaytarılması Ermənistan üçün təhlükəsizlik və institusional sabitlik baxımından fəlakət olacaq. Ermənistanın alternativ yolu var idi. Artsvaşenin 4 anklavla mübadiləsi, ya da məsələnin dondurulması, yəni İrəvan və Bakı arasında etimad mexanizmləri formalaşanadək gözləmək. Surenyantsın sözlərinə görə belə addımlar dövlət maraqlarına uyğun və suverenliyə xələl gətirmədən atıla bilər. Qiyamət olacaq, vaxtımız yoxdur. General həyəcan təbili çaldı. Almaniyanın yüksək vəzifəli hərbi rəsmilərindən biri General-Leytenant Andre Bodeman Almaniya əməliyyat planının təfərrüatını açıqlayaraq Rusiya ilə gələcək müharibənin qiyamətə səbəb olacağını bildirib. Axar, Az Global Info, Azda istinadən xəbər verir ki, o bu barədə İdil Zeytlə müsahibəsində danışıb. Generalın fikrincə, ölkə bir nömrəli hədəfdir və Almanlar xaosa, təxribatçılara və hər tərəfli hibrid hücuma hazırlaşmalıdırlar. Bodeman qeyd edib ki, bu çılğın plana görə bütün mülki insanların həyatı risk altında olacaq. Haker hücumlarına görə bankomatlar nağd pul verməyi dayandırarsa və ya supermarketdə qəfildən ödəniş etmək mümkün olmazsa, insanlar ciddi təşviş içində olacaqlar. Bodeman tək ordunun kifayət etməyəcəyini etiraf edib və strateji körpülərin mühafizəsi üçün hətta 60 yaşlı təqaüdçülərin də göndərilməsini ciddi şəkildə təklif edir. O, müsahibənin sonunda vaxtımız yoxdur, deyərək gərginliyi daha da artırıb. Qeyd edək ki, bu bəyanat Almaniyanın hərbi rəhbərliyi tərəfindən irəli sürülən ümumi xəttin bir hissəsidir. Bundan əvvəl Birləşmiş Qüvvələr komandanı General Aleksandr Soğranq münaqişə baş verəcəyi təqdirdə 800 minə qədər NATO əskərinin Almaniya ərazisindən keçə biləcəyini bildirmiş və Rusiyanın sabah zərbə endirə biləcəyi xəbərdarlığını etmişdi.